Fazıl müəllim, qloballaşan bir dünyamız var. Bu dünyada yaşayırıq və dediyiniz məsələ dəyərlər fonunda bir qlobal əxlaq da formalaşıb. Dünyada formalaşan, bəlkə bizə də yeridilməyə çalışılan, artıq evimizə qədər gələn, cibimizə qədər girən, yəni bu texnologiya vasitəsilə qlobal iş əxlaqına baxsaq, ticarət əxlaqına baxsaq, sizin rastlaşdığınız situasiyalarda necə dəyərləndirirsiniz? Ümumiyyətlə, razı qalacağınız bir situasiya var ölkəmizdə və dünyada, yoxsa bu münasibətlər bir o qədər də əxlaqi prinsiplərə dayanaraq həyata keçirilmir? Əlbəttə, bu həyat haqqında münasibətlərdə insanların böyük əksəriyyətini razı salacaq elə də mühit yaxud da bir şərait olmadığını görürük. Amma bu narazılıq üçün də insanın çox vaxt şikayətlənmək üçün əsası olmur. Nədən olmur? Çünki insan birinci növbədə bir cəmiyyətin həm də məhsuludur və cəmiyyətdə bəlli bir, fərqli bir ağılların bir rəqabəti gedir, müzakirəsi gedir, mübahisəsi gedir və bu ağılların tətbiqi məsələsində insan başqasına zərər verməyə biləcək davranışlar üzərində birinci düşünməlidir. Birinci öz mənfəəti üzərində düşünəndə o mənfəətin əks alternativi başqasına zərərdir, başqasına fayda verməməkdir. Çünki sən həm də insan bir sosiumun üzvüdür və konkret sosioloji mənada məkanın adamıdır. Yəni zamanın hansısa bir dövrünə rast gələn bir məkanda mövcuddur və bizim ondan uzaq məkanlarda indi internet dövründə hamısı ilə bağlı bilgimiz olsa da, amma konkret qonşu ilə bir yerdə ünsiyyətdəyik, tələbə olsaq universitetdə tələbə yoldaşlarımızla ünsiyyətdəyik, iş mühitində öz əməkdaşlıq elədiyimiz şəriklərimizlə yaxud da işçilərimizlə ünsiyyətdəyik və burada biz daha doğrunu necə tətbiq eləyə bilərik, bunun üzərində biz müzakirə aparmalıyıq. Çünki real həyat insana bir sıra məsələlərdə öz baxışını söylədiyim kimi inanc üzərindən qoymağı tələb eləmir. Öz baxışını insanın marağı üzərindən, insanların ümumi davranış qaydalarına zərər gətirməmək üzərindən tələb eləyir ki, bunu irəli sürəsən. Mən bu mövzuda daha çox bizim İslam dini üzərindən böyük mütəfəkkirimiz Əhməd Ağaoğlu'nun 3 mədəniyyət əsərindən qidalandığım bəzi şeyləri istəyirəm söyləyəm. Əhməd Ağaoğlu bunu xristianlıqla müsəlmanlığı, İslamı müzakirə eləyəndə, müqayisə eləyəndə bildirir ki, ilk dəfə Peyğəmbər sallallahu əleyhi və səllama gələndə Quran ayələri daha çox demək inanc və ibadət məsələləri üzərindən bu gəlirdi. Real əlində hakimiyyət olmadığına görə günlük şərtlərin diktəsi ilə hansısa ayənin gəlişi müşahidə olunmurdu. Amma sonradan Mədinə dövründə real insanlarla gündəlik iş həyatı, münasibətlər olanda müəssisələşmə getdi, artıq dövlət də quruldu. Artıq dünyəvi işlərlə bağlı ayələr daha çox demək gəlməyə başladı və onun gündəlik ortaya çıxan suallara verilən cavablar gəldi. Xristianlıqda isə birbaşa ibadət və inanca aid suallardır. Çünki İsa Peyğəmbərin hakimiyyət dövrü olmadı. Hansısa bir cəmiyyəti tənzimləmə imkanı olmadı və bir çox hallarda öz həvarilərindən kənara çıxacaq ünsiyyət imkanları da olmadı. Və ona görə də inanc sistemi üzərində qurulan bir məsələ, sonradan həvarilərin bir qismi dünya həyatına ayrı-ayrı hədislər, rəvayətlər üzərindən o xristianlığın təsir imkanlarını dünyəvi həyata öz mətnləri ilə tətbiq eləməyə başladılar. Amma bir dövr gəldi ki, artıq Avropa sistemi bundan imtina elədi. Və imtina elədi və ancaq inanc və ibadət üzərində qurmağa çalışdı və bu da böyük kilsə ilə mübarizələr getdi. Amma İslam dünyasında bu münasibətlərin ayrılması baş vermədi. Yəni, həm Peyğəmbərin dünyəvi həyatda tətbiq elədiyi metodlar, hədislər və başqa formalarda
Quran ayələri formasında insanların yaddaşında oturdu. Həm də Məkkə dövründə verilən inanc və ibadətlərlə bağlı ayələr önə çıxmağa başladı, düşüncədə o yer almağa başladı. Və ona görə də biz dünya işlərində ağlın tətbiq olunması məsələsinə o qədər də böyük önəm vermədik. Biz standartları götürüb daha çox tətbiq eləməyə başladıq. Və bu da bizim müəyyən dərəcədə çevik dünya həyatında insanın qarşısına çıxan problemlərin həlli istiqamətində yeni bir düşüncə sistemi formalaşdırmağa imkan vermədi. Hazır kazuslar üzərində biz baxmağa başlayanda digər qərb dünyasında hazır kazuslardan kənara çıxan düşüncə adamları kəşflər eləməyə başladılar və bu kəşflərin hesabına texnologiyada sürətlə inkişaf elədilər. Vaxtilə bəlli bir bilgi, bilim potensialı olan şərq arealını, İslam arealını geridə buraxmalı oldular. Və biz bunu, bu tarixi sürəci doğru anlamadığımıza görə bəzən də keçmişin daha çox ideallaşdırılması yolunu tutduğumuza görə tənqidi yanaşmanı öz həyatımıza, baxışlarımıza yaxın buraxmadıq. Buraxmadığımıza görə bunu Əhməd Ağaoğlu da qeyd edir ki, sən istəsən də, istəməsən də bu müqayisəni aparmadıqca geridə qalacaqsan, irəli gedə bilməyəsən və sən insan həyatına dəyər verə biləcək, insanı ali dəyərə çevirə biləcək bir sistem qura bilməyəsən. Allah üçün insan ali dəyərə sahib bir varlıqdır. Biz bəzən tez-tez söylüyoruz, müsəlman dünyasından 3 nəfər Nobel alıb, 4 nəfər Nobel alıb. Amma bu Nobeli bu İngiltərənin, İtaliyanın, Amerikanın laboratoriyasında alıb. Yəni bizim laboratoriyada bunu almayıbsa, nə qədər ki biz bunu, bir dəfə mən Türkiyə ilə bağlı bir söhbət aparanda deyirdim ki, bir türk kosmosa uçdu. Öz gəzici təqribən soyadında deyəsən belə bir adam idi bu yaxınlarda. Bu Amerika gəmisində uçdu. Bir türk Nobel mükafatı aldı. Amerika laboratoriyasında Əziz Sancar aldı. Bir türk dünya çempionu oldu futbolda, Məsud Özil. Almaniya milli takımında oldu. Yəni bizə aid ola biləcək məkanda bacara bilmədiyimizi biz əgər başqa məkanda bacarırıqsa, demək öz məkanımızda da bunu bacarmalı. Demək bizim adamlarla problemimiz yoxdur, məkanla bağlı problemimiz var. Bu məkanı ekoloji cəhətdən elə təmizləməliyik ki, burada o kosmosa uçan da, Nobel alan da, o qalib dünya çempionu olan da bu məkandan çıxa bilsin. Əsas hədəflərimizdən, həm də sıxıntılarımızdan biri bu olduğunu yəni bilməliyik və bunun üçün də müəyyən düşüncələrimizi ortaya qoymalıyıq.